Təsəvvür edin ki, çox uzun, necə deyərlər, möhtəşəm bir kitab oxuyursunuz. Artıq bəlkə də 20-ci cildəsiniz. Aha, və hələ də böyük maraqla oxuyursunuz. Ay sağ ol. Yəni illərinizi vermisiniz bu hekayəyə. O kitabın içindəki dünyada az qala böyümüsünüz. Personajların hər bir addımını, hər bir nəfəsini əzbər bilirsiniz. Bir növ o dünya sənin reallığına çevrilib artıq. Dəqiq elədir. Və birdən tam hekayənin ən qızğın yerində kimsə otağa girir və əlinizdəki kitabın qalan səhifələrini heç bir xəbərdarlıq etmədən cırıb atır. Vay, bu doğrudan da dəhşətli səslənir. Yəni nə bir sonluq var, nə də bir vida, sadəcə qəfil və amansız bir boşluq qalır. Bizim bugün dərindən təhlil edəcəyimiz mövzu da tam olaraq bu hissdir. Əlimizdə milli azdan götürülmüş çox qısa, cəmi 3 cümləlik bir xəbər mətni var. Cəmi 3 cümlə, amma arxasında nəhəng bir tarix yatır. Yəni Hə, tamamilə. Bu xəbər Türkiyə televiziya tarixinin ən nəhəng sütunlarından birinin, yəni Arka Sokaklar serialının qəfil elə bir günün içində ləğv edilməsindən bəhs edir. Səhifələrin necə vəhşicəsinə cırıldığını xəbərin lap ilk anından hiss edirik əslində. çünki qərar da oradan da çox gözlənilməz olub. Bəli, yazılıb ki, qərar gözlənilməz olub və ən qəribəsi ictimaiyyətə açıqlandığı eyni gündə aktyor heyətinə də bildirilib. Təsəvvür edin, səhər işə gəlirsən və sənə deyirlər ki, o 20 illik həyatın, o qurduğun dünya artıq yoxdur. Bu vəziyyət, bilirsən, insan zəkasının qəbul etməkdə bəlkə də ən çox çətinlik çəkdiyi fenomendir. Yəni beynimiz necə işləyir? Beynimiz davamlılığa, xüsusilə də illərlə formalaşmış vərdişlərin, rutinlərin qorunmasına proqramlaşıb. Aha, dəyişikliyi o qədər də sevmirik yəni. Düzdür, sevmirik. Qəfildən belə kəskin bir kəsinti baş verdikdə, həm o fərdlərin psixologiyasında, həm də o nəhəng komandanın yaratdığı ekosistemdə çox ciddi bir şok dalğası yaranır. Bir növ zəlzələ kimi. Ay sağ ol, mənəvi zəlzələ. Mənbədəki o qısa məlumat, yəni qərarın elə bugün, o dəqiqə bildirilməsi, əslində böyük bir icebergin sadəcə görünən ucudur. Amma bir dəqiqə, mən burada sənə biraz qarşı çıxmaq istəyirəm. İndi show biznes, o televiziya sənayesi elə onsuz da qəddar və soyuqqanlı bir yer deyilmi? Yəni bir tərəfdən elədir, bəli. Bax, hər gün onlarla serial, nə bilim, böyük layihələr, reyting qurbanı olur, Netflix və ya digər o böyük platformalar bəzən ən çox izlənən şouları belə bir gecədə ləğv edirlər. Yəni heç kimin gözünün yaşına baxmırlar. Aha, qapını örtüb gedirlər. Ay sağ ol. Bəs niyə biz bu spesifik hadisəyə sadəcə elə rutin bir soyuqqanlı idarə etmə deyil də, nəhəng bir idarə etmə böhranı və ya bir fəlakət kimi baxmalıyıq? Axı bu onların işidir. Sən müqavilə imzalayırsan və bilirsən ki, qardaş, bir gün bu bitə bilər. Çox yaxşı nöqtəyə toxundun əslində. Bəli, sənaye çox qəddardır və qısa ömürlü layihələr üçün bu cür bağlanmalar standart prosedurdur. Yəni bir, hətta 2 mövsümlük serial bağlandıqda bu riskin sadəcə bir hissəsidir. Adamlar bunu nəzərə alır. Aha, yəni adi haldır. Düzdür. Amma Arka Sokaklar kimi bir fenomen artıq sadəcə bir televiziya şousu olmaqdan çıxır. O cür layihələr böyük bir şirkətin mərkəzi sütununa, həm də çox nəhəng bir iqtisadi ekosistemə çevrilir. Nə mənada ekosistem? Yəni sadəcə aktyorlar deyil də işin içində. Təbii ki deyil. Bax, sənayenin mexanizmlərinə baxsaq, 20 il davam edən bir layihənin o maliyyə və logistika planlaşdırması həftəlik falan aparılmır. Yəni illik aparılır. Aydındır. Reklamlar falan? Ay sağ ol. Reklam verənlərlə illik müqavilələr bağlanır. O studiyalar, çəkiliş məkanları üçün uzun müddətli icara öhdəlikləri götürülür. Orada yüzlərlə texniki işçi var, ssenaristi var, montajçısı var. O qədər insanın həyatı məhz bu qrafika bağlanır. Yəni sən demək istəyirsən ki, bu cür nəhəng mexanizmlərdə əyləcə, belə qəfil, bir gündə basmaq əslində heç də normal deyil. Qətiyyən normal deyil. Baxın, sağlam bir idarə etmə strukturunda bu cür böyük layihələrin bitirilməsi aylarla öncədən dizayn olunur. Bir, necə deyərlər, vida mövsümü elan olunur, reytinglər o son dəfə pula çevrilir, aktyorlar üçün belə xüsusi PR kampaniyalar aparılır. Yavaş-yavaş izləyicini də hazırlayırlar. Dedik. Amma əgər bir qərar mətbuata sızdığı gün, elə eyni anda icraçılara, yəni illərini bu işə vermiş o aktyorlara deyilirsə, bu tədrizi bir sönmə yox, idarə etmə masasında baş verən doğrudan da ciddi bir partlayışın göstəricisidir. Bir növ böhran vəziyyətidir. Tamamilə. Bəlkə də büdcədə və ya rəhbərlik səviyyəsində qəfil bir uçurum yaranıb. Təsəvvür et, bu cür böyük gəmilər motoru söndürdükdən sonra belə inersiyalı günlərlə irəliləməyə davam edir. Onu qəfil dayandırmaq üçün yalnız qayaya çırpmaq lazımdır. Başqa cür o gəmi elə qəfil dayanmaz. Bax, gəminin motoru və irəliləməsi. Bu məsələ mənim mənbədəki o çox həlledici, bəlkə də ən vacib cümləyə gətirir. Çünki xəbərdə çox açıq şəkildə yazılır ki, beləliklə serialın planlaşdırılan 21-ci mövsümü ləğv edilib. Planlaşdırılan. Aha, bax o söz çox şey deyir. Düzdür. Bu sıradan bir söz deyil. Əgər bu sadəcə bir xəyal və ya ehtimal olsaydı, anlamaq olardı. Amma əgər planlaşdırılmışdısa, o dediyin gəminin motoru artıq tam gücü ilə işləyirdi deməli. Tamamilə. İnşa prosesi başlamışdı. Ay sağ ol. Yeni ssenarilər bəlkə də artıq masanın üzərində idi. İnsanlar, aktyorlar tətil proqramlarını məhz o çəkiliş qrafikinə uyğun qurmuşdular bəlkə də. Bütün bir komanda gələcəyə doğru sürətlə hərəkət edirdi. Və sən bu qədər böyük bir inersiyanı, hərəkət kütləsini anidən sıfıra endirirsən.
İnersiya sözü burada doğrudan da tam yerinə düşür. Çünki televiziya istehsalının o daxili mexanikasını anlamaq lazımdır. Yəni planlaşdırılan bir mövsüm sadəcə masada oturub, gəlin bir mövsümdə çəkək demək deyil. Bəs nədir əslində? Praktikada bu necə görünür? Bax, Türkiyə televiziya sənayesində hər həftə təxminən 120-150 dəqiqəlik material çəkilir. Bu o deməkdir ki, yeni mövsüm başlamadan aylar öncə o ssenari qrupu artıq ilk 5-6 seriyanın xəttini tam qurmalı, dialoqları yazmalıdır. Hələ çəkilişə başlamadan əvvəl. Dəqiq elədir. Rejissorlar o məkan kəşfiyyatlarını bitirməlidirlər, kostyumlar tikilir, işçilərlə müqavilələr yenilənir və qəfildən kimsə düyməni basır, şart və hər şey bitir. Bu sadəcə bir layihənin ləğvi deyil, bu inşası artıq başlamış, yəni daşları hörülmüşdür gələcəyin məhvidir. Əslində, mən düşünürəm ki, bu hiss sadəcə televiziya işçilərinə aid deyil. İzləyicilərimiz də yəqin ki, bunu öz həyatlarında fərqli formalarda hiss ediblər. Necə yəni? Yəni, tutaq ki, əgər sən illərlə eyni şirkətdə çalışmısansa və növbəti 5 il üçün karyera planını, o yüksəlişini, bəlkə də alacağın evi belə o şirkətin sənə verəcəyi sabitliyə bağlamısansa, o e-mail aldığın gün, yəni sən işdən çıxarıldın, e-mailini aldığın gün eyni şoku yaşayırsan. Aha, o illüziyanın qırıldığı an. Ay sağ ol, şirkət bağlanır və ya səni çıxarırlar. Səhər uyanırsan, içində hələ də o işə getmək, o vəzifələri icra etmək üçün belə dəhşətli bir enerji, bir inersiya var. Beynin sənə deyir ki, ayağa qalx, davam et. Amma qarşında addım atacağın o yol qalmayıb artıq. Yəni enerjinin beton divara çırpılmasıdır bu. Eynilə, çox gözəl bənzətmədir. İnsan psixologiyası ümumiyyətlə o planlaşdırılan gələcəyə çox tez bağlanır. Biz reallığı təkcə bu indiki anla yaşamırıq axı. Biz onu beynimizdə qurduğumuz və doğrudan da inanmağa başladığımız o potensial gələcəklə birlikdə yaşayırıq. Aha, o xəyallarla bir yerdə yəni. Düzdür. Və o gələcək bir anda, əlimizdən alınanda biz sadəcə indiki işimizi, qazancımızı itirmirik, həm də artıq zehni olaraq daxil olduğumuz o alternativ reallığı itiririk. O gələcəkdəki özümüzü itiririk. Bu isə psixoloji baxımdan çox ciddi bir yas prosesi tələb edir. Yas, yəni real bir ölüm hadisəsindəki kimi? Bir növ, bəli. Xüsusilə də 20 il davam edən və 21-ci mövsümünə hazırlaşan bir kollektiv üçün bu yas qat-qat daha dərindir. Çünki onların o gündəlik həyat ritmi tamamilə kənardan gələn qəddar bir qərarla məhv edilir. Bax, bu yas məsələsi məni mənbədə bəlkə də ən çox təsirləndirən hissəyə aparır. Xəbərdə aktyorların adlarının çox xüsusi bir yazılış forması var. Cümlə eynən belədir, bax. Qeyd edək ki, serialda baş rolları Zafer Ergin, Mötərizədə Rıza Soylu, Özgür Ozan, Mötərizədə Hüsnü Çoban, Şevkət Çoruq, Mötərizədə Mesut Günərim və Oya Okar Selin canlandırır. Aha, o məşhur mötərizələr. Yəni, insan bu adları oxuyanda bəlkə də gündəlik həyatda çox fərqinə varmır. Amma bir anlıq gəlin o mötərizələrə diqqət edək. Zafer Ergin dərhal yanında Rıza Soylu, Özgür Ozan dərhal yanında Hüsnü Çoban. Axı biz 1-2 illik bir serialdan yox, 20 illik bir həyatdan danışırıq burada. 20 il böyük bir insan ömrüdür əslində. Tamamilə. Yəni, mənə elə gəlir ki, bu 20 il ərzində o mötərizələr yavaş-yavaş əriyib yox olub artıq. O aktyorla personaj arasındakı qoruyucu sərhəd sadəcə silinib. Sizcə də belə deyilmi? İnsan necə 20 il hər gün başqa biri ola bilər və sonra heç nə olmamış kimi öz həyatına davam edə bilər? Bu, bəlkə də bugünkü müzakirəmizin ən dərin, ən mürəkkəb nöqtəsidir. Bilirsən, təkcə fəlsəfi baxımdan deyil, sırf neyrobiyoloji və psixoloji baxımdan da bunun çox konkret elmi bir izahı var. Bu maraqlıdır. Neyrobiyoloji, necə yəni? Bax, biz aktyorluq sənətini çox vaxt sadəcə belə rol oynamaq kimi qəbul edirik də, eləmi? Yəni, bir kostyum geyinirsən, bir neçə saat səhnədə başqası kimi davranırsan, oyanırsan, gülürsən, ağlayırsan, sonra da evə gedəndə yenidən tam özünə qayıdırsan. Hə, çoxumuz bunu belə bir iş kimi görürük. Amma insanın neyroplastikliyi var. Yəni, beynin özünü daimi təcrübələrə əsasən yenidən formalaşdırmaq qabiliyyəti. Və bu qabiliyyət insanın 20 il başqası kimi davranıb asanlıqla özünə qayıtmasına o qədər də asanlıqla icazə vermir. Bir dəqiqə. Yəni sən demək istəyirsən ki, 20 il ərzində eyni rolu oynamaq insanın fiziki olaraq, bioloji olaraq dəyişdirir. Mütləq şəkildə dəyişdirir. Gəlin o mexanizmə biraz dərindən baxaq. Bir aktyor həftənin 6 günü, bəzən günün 12-14 saatı elə bil ki, Rıza Soylu və ya Hüsnü Çoban kimi düşünməlidir, düzdür? Düzdür, səhərdən axşama qədər setdədilər. Ay sağ ol. O personaj kimi qəzəblənməli, onun kimi ağlamalı, onun xarakterinə uyğun reaksiyalar verməlidir. Bizim beynimizin o limbik sistem adlanan emosional mərkəzi var ya, o mərkəz sənin həqiqətən kədərli olduğunu, yoxsa sadəcə kamera qarşısında rol oynadığını həmişə ayıra bilmir. Doğrudan, yəni beyin aldanır. Dəqiq aldanır. Aktyor səhnədə personajın o böyük travmasını yaşayanda, tutaq ki, kimisi itirəndə ağlayanda, onun bədənindəki kortizol, o stres hormonu, adrenalin səviyyəsi həqiqətən dəyişir. İndi sən bunu 20 ilə vur. Hər gün, hər həftə beyində tamamilə yeni, çox güclü neyron yolları yaranır. Yəni o xarakter sanki bədənə həkk olunur. Eynilə. O aktyorların refleksləri, səs tonları, hətta dünya görüşlərinin belə müəyyən bir hissəsi o personajlarla qaynayıb qarışır. Sərhədlər itir əslində. Dəhşətdir.
Deməli, o mənbədəki mötərizə içindəki adlar sadəcə bir rol deyil, onların illərlə öz daxillərində böyütdükləri real ikinci bir şəxsiyyətdir. Mən bəzən eşidirəm, məsələn, küçədə insanlar Özgür Azana yaxınlaşıb ona Hüsnü Komissar deyə müraciət edirlər. Hə, bu çox tez-tez olur onlarda. Və o bəzən özü də fərqində olmadan tamamilə avtomatik şəkildə o xarakterin mimikaları ilə cavab verir. Gülüşü dəyişir, duruşu dəyişir. Bəs onda serial bugün qəfil ləğv ediləndə o aktyorlar sadəcə maaş aldıqları işlərini itirmirlər axı. Tamamilə doğrudur. Qətiyyən sadəcə işlərini itirmirlər. Onlar 20 ildir daxillərində yaşatdıkları, bəslədikləri və bəlkə də öz real kimliklərindən daha çox vaxt keçirdikləri bir alter egonu itirirlər. Şokun bu qədər ağır və böyük olmasının əsas səbəbi də elə budur. Bir parçalarını itirirlər. Aysa, siz illərlə hər səhər oyanıb bir başqasının dərisinə girirsiniz, onun reallığını öz reallığınız kimi qəbul edirsiniz. Sonra qəfil bir qərar gəlir və kimsə o dərinizi, necə deyərlər, zorla qoparıb alır sizdən. Bu, psixologiyada birbaşa kimlik itkisi adlanır. Kimlik itkisi. Bəli. Təsəvvür edin, sən artıq Məsud Güneri deyilsən. Amma sən bəzən o qədər alışmısan ki, Şəvkət Çoruq olaraq, özün olaraq necə davranmalı olduğunu belə qismən unutmusan. Çünki həyatının ən aktiv, ən enerjili 20 ilini Məsud olaraq keçirmisən axı. Hə, bu çox ağırdır əslində. Qərarın elə eyni gündə, yəni xəbərdarlıqsız verilməsi, reysinq cədvəlinə baxıb bir saniyədə bitirilməsi, bu kimliklərin sanki cərrahi əməliyyatsız, yəni keydicisiz, amansızcasına amputasiya edilməsi deməkdir. Aha, amputasiya. Doğrudan da çox dəhşətli səslənir, amma vəziyyəti bəlkə də ən dəqiq izah edən sözdür. Yəni o aktyorun beyni hələ də personajın xatirələrini, onun sevincini, acılarını daşıyır, amma reallıqda o personaj artıq ləğv edilib, o yoxdur. Aha, beynində yaşayır, amma dünyada yoxdur. Dəqiq. Bir kağız parçası, bir imza ilə o illərin zəhməti və o paralel həyat bir anda silinib gedir. Və bilirsiniz, bu sadəcə o 4 baş rol ifaçısı üçün keçərli deyil əslində. Xəbər mətnində bəlkə də onların adları yoxdur, texniki işçilərin falan, amma o setdə işləyən işıqçısı var, grim ustası var, senaristi var. Bütün o yüzlərlə adam. Ay sağ ol. Onların hər biri o alternativ dünyanın vətəndaşları idilər bir növ. Və o dünya sadəcə bir saniyanın içində apokalipsis yaşadı, dağıldı. Bəli, bu çox dəqiq müşahidədir və işin o bayaq dediyimiz idarə etmə korporativ tərəfinə geri dönsək, mənə görə ən böyük faciə məsələ budur. Çünki korporativ qərarlar ancaq rəqəmlər üzərindən verilir. Cədvəllər, qrafiklər. Dəqiq. Baxırlar ki, reyting düşür, xərclər artır, reklam gəliri azaldı və vəssalam, qərar qəbul edilir. Ləğv edin. Amma o Excel cədvəllərindəki quru rəqəmlər bu tərəfdə insanların həyatına, kimliklərinə və psixologiyalarına birbaşa vurulan ən ağır zərbədir. Aha, bunu heç kəs hesablamır masada. Hesablamırlar, çünki rəhbərlik sadəcə əsaslandırır ki, layihə iqtisadi cəhətdən səmərəli deyil artıq. Amma insan zəkası, insan psixologiyası səmərəliliklə işləmir axı. O bağlarla işləyir. O mənəvi cəhətdən formalaşmış dərin strukturlarla işləyir. Bəli. O rəqəmlər dünyası ilə insan psixologiyasının toqquşması həmişə bax belə səssiz, amma çox dağıdıcı fəlakətlərlə nəticələnir. Mənbənin o cəmi 3 cümləlik qısa xəbəri əslində bu toqquşmanın bəlkə də ən qabarıq nümayişidir. Mən səni dinlədikcə öz-özümə düşünürəm ki, əslində bu təkcə seriallara aid deyil. Əgər sən həyatının doğrudan da böyük bir hissəsini fədakarca bir yola, bir peşəyə və hətta bir insana, bir münasibətə həsr etmisənsə, sən də öz görünməz mötərizələrini yaratmış olursan. Aha, özümüzü bağladığımız o etiketlər. Dəqiq. Gəlin dürüst olaq, bax, hər birimizin görünməz mötərizələri var həyatda. Soruşurlar, sən kimsən? Deyirsən, mən filan şirkətin meneceriyəm və mən filan kəsin həyat yoldaşıyam, tərəfdaşıyam. Biz o mötərizələrin içində özümüzü o qədər rahat, o qədər güvəndə hiss edirik ki, əsl saf kimliyimizi unuduruq bəzən. Unuduruq, çünki o etiketlər bizi cəmiyyətə bağlayır, bir yer verir bizə. Tamamilə elədir. Və həyat elə eyni ilə o bayaq danışdığımız qəddar televiziya sənayesi kimi bəzən gəlir və sənə heç bir keçid dövrü tanımadan, sənə vaxt vermədən o mötərizələri bir anda silir. Sən ortada öz başına tək və müdafiəsiz qalırsan. Və sən sanki həmin anda məcbur olursan ki, tamamilə sıfırdan özünü kəşf edəsən. Mən kiməm sualını yenidən verəsən özünə. Və bu inanın ki, heç vaxt asan bir proses olmur. Bəli, bu çox ağrılı bir şeydir. Bilirsən, insanlar illərlə formalaşdırdıqları o vərdişləri və davranışları anidən tərk edə bilmədikləri üçün çox vaxt uzun müddət fantom ətraflar sindromunu yaşayırlar, o tipdəki termin. Aha, o amputasiya məsələsinə qayıtdıq. Necə olur o tam olaraq? Baxın, cərrahiyyədə bir insanın qolu və ya ayağı kəsiləndə beyni hələ də o orqanın orada olduğuna inanır bir müddət. Və insan kəsilmiş, olmayan qolunda qaşınma hiss edir, ağrı hiss edir, hətta onu tərpətməyə çalışır. Olmayan bir şeyin ağrısını çəkir yəni. İyilə. Televiziya layihəsinin belə qəfil dayandırılması da aktyorlarda və bütün komandada, eləcə də bizim öz həyatımızda itirdiyimiz o rollarda eyni fantom ağrılarını yaradır. Onlar səhər oyanır və daxilən hələ də o setə getməli olduqlarını hiss edirlər. Çünki beyin hələ xəbərdar deyil. Düzdür. Beyinlərindəki o dialoqlar, ssenarilər hələ də davam edir, amma reallıqda o set artıq bağlanıb, qapıya qıfıl vurulub. Fantom ağrılar. Çox təsirli bənzətmədir bu. Amma bilirsən, məncə təkcə o aktyorlarda və ya işçilərdə yox, xəbərdəki o planlaşdırılan 21-ci mövzunun özündə də bir fantomluq var. Yəni, o mövzum özü də bir xəyaldır artıq. Aha, yazılmamış bir gələcək kimi. Aysal, biz bütün bu pərdə arxası dinamikaları müzakirə etdik. Yəni, o idarə etmə şokunu, qəfil ləğvin insanlara təsirini,
aktyorların psixoloji olaraq personajla necə birləşməsini falan. Amma mən bu qısa və kəskin xəbərin arxasından boylanan daha böyük, bəlkə də daha abstrakt bir şey haqqında düşünmədən edə bilmirəm. Nədir o səni düşündürən? Bax, əgər bir mövsüm, həm də belə böyük, 20-ci mövsüm həqiqətən planlaşdırılmışdısa, deməli hardasa, hansısa bir ofisdə, hansısa kompüterin yaddaşında artıq yazılmış, hazırlanmış səhifələr var. Şübhəsiz ki var. Yəni o ssenaristlərin günlərlə üzərində baş sındırdığı o süjet xətləri, bəlkə də o çox sevdiyimiz personajlar üçün düşünülmüş möhtəşəm finallar, Rıza Soylunun deyəcəyi o son cümlə, Mesut Günerinin o son baxışı, bütün bunlar fiziki olaraq hardasa mövcuddur. Onlar yaradılıb. Düzdür, bir faylın içində bəlkə də yatılırlar indi. Tamamilə, amma o qəfil qərarla rəhbərliyin o eyni gündə bildirdiyi "bu gün ləğv edildi" cümləsi ilə həmin hekayələrin hamısı bir növ paralel kainatda sıxışıb qaldı. Onlar heç vaxt o kameranın önünə keçməyəcək artıq. İşıq üzü görməyəcəklər. Ay sağ ol. O sözlər, o dialoqlar heç vaxt səsləndirilməyəcək. Sən əməyini, vaxtını və gələcəyini sərf edib bir dünya yaradırsan, onu sevirsən. Amma kimsə qəfil işığı söndürür və o dünya əbədi olaraq qaranlıqda qalır. Heç kimə göstərə bilmirsən. Bu doğrudan da insanın içini buradan bir hissdir. Elədir. İstər belə yarımçıq qalmış bir serial olsun, istər illərlə fədakarlıqla çalışdığın və ləğv edilən bir layihə olsun, istərsə də şəxsi həyatında öz içində heç vaxt baş tutmayan o planlaşdırılmış gələcək olsun. Sizcə, yaşanmayan o hekayələr, o deyilməyən boğazımızda qalan sözlər hara gedir? Çox çətin sualdır. Bəlkə də heç hara getmir, elə bizimlə qalır. Bəlkə də. Və bəlkə də ən güclü, ən unudulmaz hekayələr məhz bizim heç vaxt izləyə bilməyəcəyimiz o cırılıb atılmış səhifələrin, o ləğv edilmiş mövsümlərin içindədir. O qaranlıqda balan, amma daim yaşamaq, danışılmaq istəyən ssenarilərimiz haqqında düşünün. Onlar bizim kim olduğumuzu bəlkə də yaşadıqlarımızdan daha çox müəyyən edir. Özünüzə yaxşı baxın. Növbəti dəfə fərqli bir mənbənin, fərqli bir hekayənin dərinliklərində görüşənədək.